Hazırda ata obrazı ilə bağlı hansı çətinlikləri yaşayırsınız? Atalar hansılar ki, uşaqlarla daha çox ünsiyyətdədirlər, onların akademik nəticələri digərlərindən daha yaxşıdır. Bugünkü mövzumuz müasir ataların obrazı haqqında qısa bir mövzu idi və bu günləri biz atalara müəyyən kömək edici vasitələr haqqında və ümumiyyətlə müasir dövrdə nəzəriyyələr haqqında danışdıq. Hazırda anaların üzərinə düşən yük qədər ataların üzərinə düşən müəyyən bir yük də var. Çünki artıq müasir dövrdə atalardan daha çox tələblər var. Seminardan öncə düşünürdüm ki, mən bir çox praktikalar haqqında maraqlanmışam, oxumuşam, amma burada bilmədiyim şeylər haqqında da öyrəndim. Uşaq və ata arasında psixoloji əlaqələr haqqında eşitdim. Həmçinin həmkarlarımızdan da bu praktikalar haqqında yeni məlumatlar öyrəndim.